Dəyərli izləyicilər, indi buradan bir elan da vermək istəyirəm. Bizim bildiyiniz kimi 30 noyabrda indi Vahid bəyin özündə iştirak edən digər mentorlarımız İradə xanımdır, Müşfiq bəydir və digər musiqili proqramlar olacaq. Və biz çox maraqlı mövzulara toxunacağıq. Bu Nizami Kinoteatrında keçiriləcəkdir. Artıq çox az biletlərimiz qalıb. İnşallah yaxınlaşarsınız, eləyərsiniz. Vahid bəy seans mövzuya toxunacaqdınız orada. Mən orada hətta bəlkə danışmadığım bir mövzulardan izahatlar edəcəm ki, heç bir yerdə danışılmamış. Bəli, həm izahatlar edəcəm, həm müəyyən fikirlərimi bildirəcəm ki, insanlara həm maraqlı olsun, həm yaxşı müsbət cəhətlərindən götürsünlər. Yəni xiromantiya və numerologiya doğrudan da o qədər maraqlı və gözəl elm sahələrdir ki, mən çalışacağam ki, konferansda iştirak edən hər bir kəs üçün maraqlı olsun və onlar təkrarən bu mövzuya qayıtmaqdan ötürü hətta xahiş etsinlər. Yəni daha gözəl keçəcək və mən inanıram ki, yaxşı maraqlı olacaq. Mane olan çox məsələlər var insanın taleyində də belə deyim. Onlardan biri də cadudur deyirlər. İndi cadu nə qədər təsir edə bilər insanın taleyinə? Ümumiyyətlə təsir eləyirmi o? Yoxsa sadəcə bu mifdir bir? Əslində mif deyil, bu mif deyil, yəni keçmiş zamanlardan enerjinin idarə olunması formasıdır sadəcə olaraq və insana yönəldilmiş bir enerji hesab olunur. Amma burada təbii ki, hər bir insanın müdafiə, onun aurası var da, aurasından çox şey asılıdır. İnsanın demir ki, inanıb inanmamağı yox. İnanmayan insanlara da təsir edir, inanan insanlara da təsir edə bilir. Əsas onun müdafiə qabiliyyətidir. Sonra Allahdan yazılan taleyində olan cəhətlərdən burada rol oynayır. Və yenə də sonda insan ondan qorunmaqdan ötürü əslində daima Allahla təmasda olmalıdır. Sanki yaxın olmalıdır Allah'a ki, insan hər hansı mənfi enerjilərdən həmişə qoruna bilsin. Bir insanın digər insana hər hansı bir mənfi enerji yönəlməsi insanı sanki bloklamağa yönəldir. Birinci o insanın xassətində, fikir və düşüncələrində müəyyən tormozlanmalar yaranır. Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Onun təbii ki, bir insan özünü pis hiss eləyəndə neysə həkimə gedir, neysə müəyyən bir tutaq ki, idmanla məşğul olur, neysə tutaq ki, müəyyən bir hərəkət və addımlarla, hətta dualar oxuyur, Allaha müraciət edir. Görürsən ki, həm həkimin burada şəfasının rolu olur, həm idmanın bir xeyrini görür, həm özünün oxuduğu duaların bir xeyrini görür və insan başlayır təzədən bərpa olunmağa. Sanki enerjisi yox imiş və təzədən enerji yığır. Biz ac qaldığımızda necə bir halsızlıq yaranır, baş ağrımız yaranır. O da ona bənzər bir şeydir. Sanki müvəqqəti enerji getmişdi və təzədən biz onu bərpa edirik. Amma bütün hallarda insanlar iki hissəyə bölünür. Yəni şeytani insanlar, şeytana xidmət edənlər və mələyi insanlar, Allaha yolu ilə gedənlər. Onlar bütün hallarda sonda uduzurlar. Bütün hallarda. Özləri də özlərinə ciddi günah qazanırlar, hətta özlərinə və uşaqlarına və öz ətrafına, öz yaxın qohum əqrəbələrinə kim pislik eləyirsə məsələn, onlar bütün bu mənfi informasiyaları, mənfi enerjini özlərinə çəkmiş olurlar. Hətta biri digərini lənətləyirsə əgərsə, bəddua eləyirsə, bütün halı ilə o bəddua qarşısındakına gedib çata bilmir. Rəqaşət kimi qayıdır. Və əslində o 50% gedir. Əgər qarşısındakı insan belə deyək də dayanıqlıdırsa, Allaha bağlıdırsa, hətta o 50% gedib onu çatmır. Və əks eləyir, geriyə qayıdır. Və lənətləyən insanın özünə qayıdır. Və onun öz həyatında mənfi cəhətlər baş verir. Yəqin ki, hər birimiz görmüşük ki, pis insanlar, aqressiv insanlar, pislikləyən insanların çoxunun əksəriyyətində problemlər var. Hətta o özü bilmir ki, problem özündən gəlir. Əslində bu
güzgü kimi əks olunan bir enerjidir. Yəni bir insan enerji heç vaxt xaos halında təbiətdə paylaşmır, yox olmur. O bir yerdən digər yerə yer dəyişmə eləyə bilir. Və ona görə bu işlə məşğul olan insanlar əslində çox yaxşı düşünməlidirlər ki, birinə əgərsə bir pislik eləyirlərsə, bir mənfi enerji, bir cadu eləyirlərsə, o mütləq özlərinə qayıdır, mütləq. Bu 100%li bir qarantiyadır.